Əllamə Təbətəbainin Əl-Mizan təfsirində və əxlaq dərslərində vurğuladığı bir xətt var. İnsan çox danışdıqca nəfs özünü göstərmə imkanı tapır. Səssizlik isə insanı daxilə qaytarır. Onun tələbələri nəql edir ki, Əllamə Təbətəbai belə deyərdi: İnsanın kamilliyi danışmamağı bacarmasındadır. İrfanda belə deyilir: Səni əsəbləşdirən insan sənin müəllimindir. Çünki o sənin içində gizli qalan zəif nöqtəni üzə çıxarır. Səssiz olan insan müşahidə etməyə başlayır. Müşahidə edən insan isə həqiqəti daha tez görür. Əllamə Təbətəbai deyirdi ki, dərin qəlbli insanın xarakteri səthi deyil. Öz daxili aləmini formalaşdırmaq üçün səssizliyə və müşahidəyə üstünlük verir. Ayətullah Behçət ağa deyirdi ki, dərin qəlbli şəxslər müqəddəs bir təklik içində özünü yoxlayır. Çünki ətrafın səs-küyü qəlblərindəki incə səsə mane olur. Qeyd etməliyik ki, səssizlik sadəcə danışmamaq deyil. Səssizlik insanın daxili quruluşunun dəyişməsi deməkdir. İrfan və fəlsəfədə səssizlik bir əxlaq davranışı yox, bir idrac mərhələsidir. İnsan çox danışmaqla öz mövcudluğunu təsdiq etməyə çalışır. Mübahisə edəndə haqlı çıxmaq istəyir, incinəndə isə özünü müdafiə edir. Bütün bunların mərkəzində nəfs dayanır. Əllamə Təbətəbai insanın kamilləşməsini şuurun saflaşması ilə əlaqələndirirdi. Qur'anın ayələrini şərh edərkən vurğulayırdı ki, insanın qəlbi çox zahiri hərəkət və sözlərlə dolduqca həqiqi qavrama qabiliyyəti zəifləyir. Qəlbi güzgü adlandırsaq, o qədər tozlanır ki, artıq əks etdirmir. Səssizlik isə həmin güzgünü təmizləyən mərhələdir. Qur'anda buyurulur, Rəhmanın bəndələri o kəslərdir ki, cahillər onlara söz atdıqda salam deyib keçərlər. Burada salam demək təhqiri qəbul etmək deyil, təhqirin səviyyəsinə enməməkdir. Başqa bir ayədə buyurulur, onlar boş söz eşitdikdə ondan üz çevirərlər. Yəni daxili enerjini lazımsız yerə sərf etməməkdir. Çünki hər mübahisə insanın ruhundan bir pay aparır. Ayətullah Behçət ağa az danışmağı qəlbin dirilməsi üçün şərt sayırdı. Əgər bir söz səni sarsıdırsa, deməli o sözün toxunduğu yerdə bir həssaslıq var. Bu həssaslıq üzərində işləmək lazımdır. Şahidlər deyir ki, Ayətullah Behçət ağa tələbələrinə belə tövsiyə edərdi: Çox danışmayın və çox reaksiya göstərməyin. Səssizlik içində müşahidə edin. İnsan yalnız belə halda özünü tanıyır və kamilləşir.